Salam, axşamınız xeyir. Salam. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Hörmətli iştirakçılar, hər birinizi səmimi qəlbdən salamlayıram. Mən Ləha Süleymanova, bugünkü şüuraltımızın Sirləri və Numerologiya adlı təlimin moderatoru olaraq sizlərlə bir arada olmaqdan böyük məmnuniyyət duyuram. Bugünkü təlimimiz çox maraqlı və fərqli bir mövzuya, şüuraltı gücümüzə, həyatımızı yönləndirən enerjilərə və rəqəmlərin sirli dünyasına əsir olunub. Hər birimizin bəzən qərarlarımızı, duyğularımızı və hətta həyatımızda baş verən hadisələri tam dərk etmirik. Lakin bu təlim bizə öz daxili dünyamızı, enerjilərimizi və rəqəmlərimizin həyatımıza olan təsirini daha dərindən anlamaq imkanı verəcək. Təlimçimiz bu sahədə dərin biliyə və böyük təcrübəyə malik mütəxəssisdir. Onun rəhbərliyi ilə biz şüuraltı mexanizmləri, numerologiyanın həyatdakı rolunu və bu bilikləri gündəlik həyatımızda necə tətbiq edə biləcəyimizi öyrənəcəyik. Əminəm ki, bugünkü təlim həm fərdi inkişaf baxımından, həm də enerjimizi daha düzgün yönləndirmək üçün hər birimiz üçün çox dəyərli olacaq. Və indi icazənizlə sözü verirəm dəyərli təlimçimiz Təminə xanıma. Buyurun Təminə xanım, söz sizdədir. Salam, hər vaxtınız xeyir. Yəqin ki, səsim gəlir, məni də görürsünüz, düzdür? Bəli, bəli. Aha, əla. Hər birinizi salamlayıram, əziz iştirakçılar. İlk öncə istəyirəm mən də sizə özümü təqdim edeyim. Mən Şəmmədova Təminə, kimya biologiya müəlliməsiyəm və hal-hazırda orta məktəbdə biologiya müəllimi kimi çalışıram. Eyni zamanda mənim fəaliyyət sahəm Kundalini Reiki, numerologiya, Theta Healing, regresiya, eyni zamanda Korzay Koçakdan hipnoz təlimi alaraq hipnoterapiya seansları edirəm. Bugün istəyirəm mərkəzin auditoriyasına da öz fəaliyyətim haqqında məlumatı bildirdikdən sonra şüuraltımızın sirləri və numerologiya mövzusuna keçid eləyək. Yəni həm siz məni tanıyın, həm maraqlı təlim olsun, sizlə də bərabər suallar verim, sual-cavab edək və sizin də maraq dairənizi öyrənim. İstəyirəm Ləha xanım, zəhmət olmasa slaydı açarsınız, biz yavaş-yavaş təlimin giriş hissəsinə başlayaq. Bəli. Aha. Yəqin ki, slaydı hər kəs görür. Ümumiyyətlə mövzumuz şüuraltının sirləridir, bir də numerologiyadır. Numerologiya hissəsi qısa da olsa təlimin axırında olacaq. Theta Healing-i daha sonra slaydın ortalarında danışacağam. Keçin zəhmət olmasa. Gəlin birinci danışaq, şuur və şüuraltı nədir? Yəqin ki, hər biriniz şuur və şüuraltının fərqini görürsünüz və yaxud da bilirsiniz. Həyatımızda da bu haqda çox şey eşitmişik. Biologiya müəllimi olduğu üçün biraz da beyindən əlaqələndirmək istəyirəm bu mövzunu. Çünki bilirsiniz ki, şuur bizim obyektiv aləmin beyində inkasıdır. Yəni bu o deməkdir ki, siz şuurlu şəkildə, məsələn, mənim danışığımı eşidirsiniz, görürsünüz məni, 5 duyğu üzvümüzlə biz həyatı qavrayırıq. Ətraf mühitimizdə hər hansı bir əşyanın rəngini görürük, onun rolunu həyatımızda dərk eləyirik. Bu bizim şuurumuzun yəni görünən tərəfidir. Amma şüuraltı nədir? Şüuraltı isə icebergin görünməyən tərəfidir. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim ətraf mühitlə əlaqəmizi əslində şüuraltı idarə edir və bu bəzən bizdən asılı olmur. Məsələn, bizim insanın sinir sistemi, həzm sistemi, tənəffüs sistemi, ifrazat sistemi var və bu sistemlər bir-biri ilə əlaqəlidir. Amma bizim bədənimizin iradi hissəsi var, bir də qeyri-iradi hissəsi var. Məsələn, mən ətraf üzvlərimi, jest, mimika və əl-qol hərəkətlərimi iradi şəkildə hərəkət elətdirirəm. Bu məndən asılı bir hissədir, düzdürmü? Amma bizim iç orqanlarımız, bu sistemlərimiz bizdən asılı deyil. Yəni mən hər hansı bir iç orqanıma bir 5 dəqiqə işlə, sonra işləmə deyə bilmirəm, düzdür? Baxın, şüuraltı da belədir. Şüuraltı əslində bizdən asılı olmayaraq bütün sistemlərimizin fəaliyyətini təmin edir. Eyni zamanda ətraf mühiti qavramağımıza kömək edir. Və şüuraltı əslində bizi idarə edir, çünki biz eyni zamanda qorxularımızı bəzən idarə eləyə bilmirik. Və eyni zamanda şüuraltı həm də reallıqla xəyalı, qeyri-reallığı ayırd eləyə bilmir. Ona görə də biz bəzən o deyirik, sözlərin həyatımıza təsiri, sözlə belə dediyimiz şeyləri şüuraltı həqiqət qəbul edib həyatımıza çəkə bilər. Zəhmət olmasa keçək slaydı.
Yaxşı, gəlin baxaq, şuur reallıqdır, şuuraltı isə xəyaldır. Məsələn, bəzən şəxsən mən özüm də xəyalpərəst bir insanam, amma xəyalpərəst deyəndə, yəni bu xəyaldır yoxsa biz hərəkətə mi keçməliyik? Bunun fərqini aydınlaşdıranda, baxın biz xəyal qururuq, düzdür? Hər hansı bir arzu, məqsəd və bu arzu məqsədə çatmaq üçün bu xəyal olaraq qalmamalıdır. Xəyalı hərəkətə keçirmək lazımdır. Eyni zamanda bəzən özünüz də eşidirsiniz ki, istəmək bacarmağın yarısıdır. Eyni zamanda istəmək sözünün kökündə belə əmək var. Deməli bu nədir? Bizim şuuraltımız o xəyalı reallığa çevirmək üçün biz hərəkət etməliyik. Keçək zəhmət olmasa. Aha, yaxşı, gəlin baxaq şuuraltımızdakı qeydləri nə formalaşdırır və bizim şuuraltımız ən çox nələrdən asılı olur. Bu hissəyə diqqətlə qulaq asmanızı istəyirəm. Çünki istəyirəm ki, siz də danışasınız. Mənə sizin fikirləriniz çox maraqlıdır. Yəni bizim həyatımıza həqiqətən də ətraf mühitdən çoxmu asılıdır? Biz istəməyərəkmi həyatımıza istədiyimiz şeyləri və ya istəmədiyimiz şeyləri çəkirik? Məsələn, hamımızın qara qeydlərdən ibarət bir qutumuz var. Bu nə deməkdir? Bu bizim şuuraltımızda olan qara qutudur, belə deyək. Bu formalaşdıran nələrdir? Məsələn, ailəmiz, mühit, cəmiyyət, məktəb, təhsil həyatı, eyni zamanda sosial mühit, müasir texnologiya, hansı ki aktual bir mövzudur. Yəni hər birimiz sosial şəbəkələrdən istifadə edirik, düzdürmü? Bu nə deməkdir? Bu məsələn bizim hər birimizin ailədən gələn müəyyən bir kodlarımız var. Şəxsi xarakterimiz belə ailədə formalaşır. Uşaqlıqdan hər birimiz fərqli ailələrdə böyüyürük, fərqli bir tərbiyə, xarakter formalaşdırırıq özümüzdə. Eyni zamanda mühitimiz, cəmiyyətimiz də fərqlidir, oxuduğumuz məktəblər fərqlidir, ətraf mühitlərimiz fərqlidir, yaşadığımız rayon, şəhər, hətta ölkə belə fərqlidir. Eyni zamanda sosial mühitimiz belə fərqlidir. Yəni bu necə bir şeydir? Belə izah edim sizə. Biz sosial texnologiyanın belə alqoritması var. Yəni gündəlik biz nəyə qulaq asırıqsa, ətrafımıza yaxud da alqoritma bizə onun qabağımıza çıxardır. Məsələn, gündəlik yaxşı xəbərlərə qulaq asırıqsa, alqoritma onu qabağımıza çıxardır. Bəd xəbərlərə və ya neqativ şeylərə baxırıqsa, davamlı onu qabağımıza çıxardır. Və yaxud da ailədə bizə uşaqlıqdan belə deyim də, ailədə nəyisə bacara bilməzsən kodun yaradırsa uşaqlıqdan, artıq bu insan böyüyəndə də özgüvənsiz və uğurlarına inanmayan bir insan olaraq böyüyür. Bir də mən özüm müəlliməyəm və bunu ətrafımdakı ibtidai sinif müəllimlərindən də çox müzakirə etmişik ki, uşağın özgüvənini daha çox ibtidai sinif müəllimləri formalaşdırır. Yəni qələm tutanda yazmağı, danışmağı, özgüvənini, şeir deməyi, auditoriya qarşısında çıxış etməyi, hansı ki uşaq o yaşlarda 0-7 yaş aralığındakı şuuraltında, belə deyim də, ağ vərəq kimidir. Uşağa nə deyirsənsə, o avtomatik onu şuuraltına yazır və onu həyatına çəkir. Məsələn, belə onu motivasiya verməkdənsə siz onun hər hansı bir səhvində üzərinə qışqıraraq, sən yetərsizsən, sən bacarıqsızsan deyərək, əksinə o uşağın artıq bacara biləcəyi şeyləri belə əngəl qoyuruq və əvvəlcədən bloklayırıq. Eyni zamanda bundan sonra bizim belə deyim də müasir texnologiyanın uşaqların da həyatına çox təsir eləyir deyə. Onlarda bu yaşlarda da gördükləri şeylər artıq onların həm psixologiyasına, həm də şuuraltısına böyük təsir eləyir. Keçək zəhmət olmasa slayda. Aha, bəs biz şuuraltımızdakı o qara qeydləri, yəni vərdişləri dəyişdirmək üçün, enerjimizi yüksəltmək üçün nələr eləməliyik? Bu əslində 5 qayda deyil, daha çox ola bilər. Sadəcə mən öz indiyə qədər aldığım təlimlərdən və yaxud da özümün bildiklərimi də ortaya qataraq belə bir şey yazmışam slaytda da. Məsələn, nəyə inandığımıza diqqət etməliyik. Məsələn, titrəşimimizi yüksək tutmalıyıq. Titrəşimin düşüncə, hərəkətin toplamıdır və bizim gələcəyimizi yaradır. Belə bir şey deyim, biz ümumiyyətlə şuuraltımızdakı bu şeylər indiyə qədər ki yaşamımızda yığılıbsa, bunları birdən-birə vərdiş halına çevirmək və dəyişdirmək o qədər də asan deyil. Yəni biz deyək ki, mən ailədən hər hansı bir problemlə ailədə böyümüşəm. İndiyə qədər özgüvənsiz idim. Özümdə bu özgüvəni formalaşdırmaq istəyirəm. Həyatıma daha yaxşı şeylər çəkmək istəyirəm. İşdə istəyirəm ki, yüksəlim. Həyatda daha çox pul qazanım. Sevgidə daha yaxşı olsun hər şey. Şəxsi həyatımda daha yaxşı olsun hər şey. Amma gəlin ki, bu insanın yaşadıklarına baxsaq, 20-25, 30 illik bir yaşantısında artıq bu insan həyatında müəyyən bir şuuraltısında müəyyən bir kodlar formalaşdırıb və onu özündən uzaqlaşdırmaq o qədər də asan deyil.
Məsələn, biz deyirik ki, mən gündə nə qədər istəyirəm ki, deyəm ki, şanslıyam, şanslıyam və bu sözü özümüzdə deməklə şanslı olmuruq əslində. Amma bunu zincirvari bir vərdişə də çevirə bilərik. Bəzən hətta mənə də sual verirlər və yaxud da mən də öz yaşantımda bunu yaşamışam ki, yəni bəs niyə hər dəfə mən yaxşı şeylər afirmasiya eləyəndə həyatımda yaxşı şeylər olmur, amma tutalım ki, gözə, nəzərə inanıram və yaxud da pis bir şey deyəndə avtomatik o həyatıma çəkilir. Baxın, bu artıq sənin belə deyim, mən şanslıyam deyəndə həyatımızdakı kiçik bir dəyişikliyi və ya kiçik bir yaxşı şeyləri görmədikdə tutalım ki, sizə gün ərzində bir qələm hədiyyə etdilər. Düzdürmü? Ən kiçik bir şeydən nəzərdə saxlayıram. Sən o kiçik hədiyyə verilən qələmi göz ardı edib bu gün iş görüşməsinə gedəndə hava yağışlıdır, yağışda islandın və s. kimi şeyləri bəd şeylərə çevirib, yəni mən şanslısam deyəndə avtomatik sən o yaxşı şeyi görməyib həyatına daha pis şeylər çəkirsən. Niyə? Çünki belə izah edeyim sizə, bizim yaşantımızda, dünya yarananda və insanlıq yarananda, hətta Homo sapiens dərrakəli insan növü yarananda belə bizim həyatımızda neqativ kodların olması normaldır. Çünki niyə? İnsanlıq yarananda onsuz da neqativ şeylərlə formalaşdı. Məsələn, özünə belə deyim sizə ki, məsələn, o vaxtı tutam ki, biz çiğ ət yeyirik də bizdən əvvəlki insanlar. Bu oda düşdü, bişmiş oldu, özünə qida tapmaq üçün çabaladı, həyəcan, qorxu keçirtdi, həyata qalmaq üçün qorxu keçirtdi, yağış altında yatdı və s. özünə bir dünya qurdu. Düzdür, bizim o genlərimizdə var. Yəni insanlıq yaranandan ətraf mühitdəki qorxulardan, həyatda qalma çabasından artıq o neqativ kodlar, qorxular bizdə bir şeylə, yəni ətrafdakı bir qığılcımla belə yarana bilir. Nəinki biz həyatımıza müsbət şeyləri davamlı çəkdikcə onu özümüzdə vərdiş halına yaratmağa çalışmaq. Ona görə də birincisi nəyə inandığımıza diqqət edib həyatımıza gözəl şeylər çəkmək üçün sırf pozitiv tərəfindən baxmalıyıq. Düşüncələrimizin fərqində olmalıyıq. Eyni zamanda enerjimizi nəyə xərclədiyimizə diqqət etməliyik. Bu necə bir şeydir? O deyirlər 5 nəfərin ortalamasısan. Enerjimizi əgər biz ətrafımızda daima bizim enerjimizi düşürən insanlarla, daima bizə nəyisə bacarmaq istədiyinizi danışdıqda sizi aşağı çəkən insanlarla bir yerdəsinizsə, onsuz da yəni sizin də enerjiniz sömürüləcək və o enerji vampirləri tərəfindən siz bir şey bacaracaqsınızsa, həvəs və ya motivasiya da qalmayacaq, düzdürmü? Və eyni zamanda ağzımızdan çıxan sözlərə də diqqət etməliyik. Hətta səhv eləmirəmsə bu Newtonun bir sözdür ki, ağzından çıxan sözə fikir versəydin ki, o bütün kainatı dolaşıb yenidən sənə qayıdır. Sən yəni ağzından çıxan hər sözə diqqət eləyərdin. Və niyyətinə əngəl olan enerjiləri özündən uzaq tutmalısan. Bu ola bilər ailədə, ola bilər ətraf mühitdəki dostlarımızda, ola bilər sosial mediada məsələn sizə pis təsir edən bir şeylərdirsə, onu bloklamaq lazımdır, onlardan bir müddət uzaq durmaq lazımdır, həmin insanlardan uzaq durmaq lazımdır. Lazım gələrsə ətraf mühiti dəyişmək lazımdır, hətta bəzən iş yerimizi dəyişmək lazımdır ki, bu kiçik addımlarla həyatımızda dəyişə bilər. İndi mən istəyirəm sizə bu hissəyə qədər siz də yorulmayasınız deyə sizdən danışmaq istəyən varmı və ya bu 5 qayda ki yazmışam bura, burada həyatınıza çəkmək istədiyiniz və ya həyatınıza tətbiq elədiyiniz hər hansı bir punkt varmı və yaxud da bundan əvvəlki danışdıqlarım, yəni daha çox məsələn enerji vampirlərindənmi həyatınızda var, və yaxud da nəyisə əldə eləmək istəyirsiniz, əldə eləyə bilmirsiniz. Kimsə danışmaq istəyirsə əl qaldırıb danışa bilər. Yəqin ki, İlahə xanım səsi açar. İlahə xanım, buradasınız. Kimsə danışmaq istəyirsə, bütün və ya səsi açıb danışa bilər. Kimsə danışmaq istəsə, bəli, özü səsini açıb danışa bilər. Danışmaq istəyən olmasa, slaydın digər hissəsinə keçə bilərik. Ya da özünüz haqqında və ya həyatda bunları təcrübə edibsinizsə də fikirlərinizi bölüşə bilərsiniz. Maraqlı olar. Yəni mənim üçün də sizin fikirlərinizə qulaq. Tamam müəllimə. Tamam müəllim. Aha, buyurun. Müəllimə, bu şuuraltı Səsiniz getdi. Salam. Salam, buyurun. Mənim sualım burada belə idi ki, enerjiyi nəyə xərclədiyini diqqət etmək istəyəndə iş mühitinə nəzərdə tutulur. Yəni ancaq işə
Yoxsa necə? Xeyr, təbii ki, xeyr. Enerji nəyə diqqət et deyəndə, məsələn, dediyim kimi, ola bilər ki, siz gün ərzində neqativ xəbərlərə baxırsınız, nə bilim, neqativ insanlarla bir yerdəsiz, ola bilər işdə bu insanlarla bir mühitdə düşməyə məcbursunuz, amma ilk öncə onlardan uzaq durmalısınız. Ola bilər ki, əgər sizin hər hansı bir daimi bir işiniz yoxdur, ola bilər bu ailədən də olan bir insan ola bilər. Davamlı qardaşınızla, bacınızla dalaşırsınız, sizə neqativ ötürür və yaxud da lap olsun yolda qarşılaşdığınız bir qonşu, tanış, uzaq qohum və s. Bunlar həyatımızın hər alanına aiddir. Bəli, müəllimə başa düşdüm. Çox sağ olun. Siz də sağ olun, buyurun. Müəllim, Başqa nə? axşamınız xeyir. Axşamınız xeyir, buyurun. Bayaq sualım yarımçıq qaldı. Sual vermək istəyirdim. Sizi dinlədim, başa düşdüm də şuuraltı nə olduğunu anlayışım oldu. Amma bir sualım var ki, məsəl üçün psixologiyada Murphy qanunu adlanan bir qanun var. Onun şuuraltıya bir aidiyyəti var, yoxsa yox? Yox, əslində bu plasebo effekti ilə əlaqəli deyil. Siz bunu gözləyin, mən plasebo effektində deyərəm, olar? Olar. Aha, slaydın digər hissəsində plasebo effektinin psixoloji tərəfindən o hissələr haqqında var, danışacağam onu. Başqa həyatında nə isə bunları edən və yaxud da həyatında bunları tətbiq edən insan var? Yoxsa slaydın digər hissəsinə keçək. Sizin həyat təcrübələrinizdə dinləmək mənim üçün maraqlıdır, ona görə soruşuram. Müəllimə, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir. Mənim bir sualım var ki, əgər biz bu neqativ insanların qarşısındayıqsa, onlarla bir yerdə oluruqsa, onlar bizə nə öyrədir və nə üçün biz onlarla yanaşıyıq? Zəhmət olmaz. Nə üçün deyəndə baxın, mən sizə deyirəm, bu neqativlərdən qaçmaq bəzən mümkün olmur. Yəni məsələn, o sizin ailənizdədirsə, siz onu hər gün görürsünüzsə, bu mümkün deyil ki, biz ailəni bloklayaq, düzdür. Biz dəyişmə birinci özümüzdən başlamalıyıq. O insanın bizə nə ötürdüyü, hansı enerjini ötürdüyü deyil, biz baxmalıyıq ki, mən bu neqativdən nə öyrənməliyəm. Tamam, ola bilər ki, bu daima sizə əsəb, stres, sıxıntı, yəni psixoloji hər hansı bir pozğunluğa belə gətirib çıxarda biləcək dərəcədə ola bilər. Amma o insanlardan ayrılmaq mümkün deyilsə, sadəcə o insanları görməzdən gəlməyib özünü dəyişdirməyə çalışmalısan. Onlardakı minusları özümdə axtarmalıyam, yoxsa sadəcə uzaq durmalıyam? Yox, onlardakı minus bilirəm. Siz ola bilər deyə bilərsiniz ki, hər kəs bizim güzgümüzdür. Yəqin ki, mənim içimdə də bu şeylər var ki, mən o insana necə davranıram. Birincisi siz davranışınızı dəyişin. Görün qarşınızdakı insan yenə sizə neqativ ötürürmü? Bəlkə elə problem ən başda özünüzdədir. Yox, əgər siz də davranışı dəyişdikdən sonra o insan sizə qarşı davranışı dəyişmirsə, deməli problem o insanın özündədir və siz ondan sadəcə uzaq durmalısınız. Təşəkkür edirəm. Çox sağ olun, buyurun. Aha, sual və yaxud da hər hansı bir hissədən özü haqqında danışmaq istəyən yoxdursa, slaydın digər hissəsinə keçək. Çevirək zəhmət olmasa İlahə xanım. Aha. Məsələn, bu cazibə qanunu haqqında da yəqin ki, nəyisə eşitmisiniz də. Bu şuuraltı ilə bağlı mövzudur deyə bunu da ən çox da həyatıma tətbiq elədiyim hissədir deyə bunu da slayda qatdım. Burada birincisi nədir? Səni limitləyən inancı tapmaq. Bu nə deməkdir? Məsələn, mən tutalım ki, mənim hər hansı bir həyəcanım, qorxum və nəyəsə tutalım ki, məsələn, diyeta tutmaq istəyirsiniz, sabah başlayacağam, bugün başlayacağam, başlaya bilmirsiniz. İngilis dili öyrənmək istəyirsiniz, bugün edəcəm, sabah edəcəm, 10 gün edirik, yarıda qalır daha doğrusu. Və yaxud da bunun kimi milyonlarla şey saymaq olar ki, mən istəyirəm, amma bilmirəm də, yəni səbəb nədir onu eləyə bilməməyimin. Bu zaman birinci nə etmək lazımdır? Birincisi səni limitləyən inancı tapmalısan. Bu da bayaq danışdığımız kimi nədən irəli gəlirdi? Məsələn, bu limitləyən inanc ya mənim təbii ki, bu zaman biraz seanslarda, psixoloji seanslar, detailing də lazım ola bilər. Yəni professionaldan bir kömək alsaz daha yaxşıdır. Bunun sonda deyəcəm. Amma biri də var ki, sən özündə istər-istəməz tutalım ki, həyatda qazandığın fərqindəliklər sayəsində səni limitləyən inancı tapa bilərsən. Məsələn, mən universitet vaxtı özüm belə deyim də şeirə, qiraətə çox maraqlı insan idim, amma hər dəfədə məsələn, mən şeir deyəndə biraz utancaqlığım, çəkincəliyim də var idi. Düzdür, danışmağı çox sevirəm, mütaliə eləməyi çox sevirəm. Amma mən həmişə deyirdim ki, yəni bu mənim utanmağımın səbəbi nədir? Məsələn, mən düşünürdüm və bunu mən məsələn 8-ci sinifdə ana şeiri var idi bir dəfə.
Hər dəfə də məktəbdə, sinifdə məni şeir olanda, aparıcılıq olanda məni qabağa verirdilər ki, sənin nitqin, diksiyan yaxşıdır, sən yaxşı danışırsan, sən yaxşı yadda saxlayırsan, məni qabağa verirdilər. Amma mən bir dəfə məsələn mən şeiri dedim, axıra çıxanda yadımdan çıxanda bütün sinif yoldaşlarım mənə gülmüşdü. Məsələn, orada mənim müəlliməm demişdi ki, bu yaxşı yadında saxlayır da, yəni buna gülməyinizə ehtiyac yoxdur. Bu qədər şeir əzbərləyib axırda gətirib yadımdan çıxır. Məsələn, bir səhifəyə yaxın şeiri mən imeni son sətirdə yadımdan çıxmışdı. Təsəvvürünüzə gətirin, nə bilim, bəlkə 500 misralıq bir şey idi. Sadəcə təcrübə hissəsi idi, hələ ki şeir hissəsi deyil idi. Məsələn, mən onu həmişə özümdə öz üzərində işlədim ki, məni limitləyən inanc budur. Mən kiminsə mənə gülməyindən qorxuram. Sinif yoldaşlarım artıq orada məndə mənfi bir kod yaratmışdılar. Mən onun üzərində çalışdıqca inanın ki, mən universitet vaxtı 2-ci, 3-cü şeir müsabiqələrində belə 2-ci, 3-cü yerə çıxmışlığım var. Yəni bunun üzərində işləyərək. Sonra hərəkətə və plana keçmək lazımdır. Yəni sən o limitləyən inancı tapdın, tutalım ki, dayandı da, yəni orada o hissədə dayanmamalısan. Davamlı olaraq hərəkətə keçib onu dəyişdirməlisən. İnanc olduğuna inanmaq, yəni həyata keçirəcəyin bir şeyin həqiqətən də sən bacardığın təqdirdə onu reallaşdıracağına inanmaq lazımdır. Və gələnə gözləntiyə keçmək. Bu nə deməkdir? Bunu bəlkə də çox yerdə eşitmisiniz. Məsələn, biz restorana gedirik, bir dənə yemək sifariş eləmişik, amma dəqiqə başı ofisiantı çağırırıq ki, mənim yeməyim harda qaldı. Yəni gözləntiyə keçmək lazım deyil. Sən o yeməyi sifariş etmisənsə, gələcək, belə deyim. Səbirli olmaq lazımdır. Bu da nədən asılıdır? Məsələn, biz ofisianta tez yeməyi gətirin və s. desək, o yemək ya çiğ gələcək, ya da yanmış, düzdürmü? Və sərbəst buraxmaq lazımdır. Tutalım ki, biz həyatımızda nəyisə çəkmək istəyiriksə, həqiqətən də olacağına inandıqdan sonra onun o arzunu və yaxud da o hissi hərəkətə keçdikdən sonra çalışmaq lazımdır o heç. Amma davamlı olaraq niyə olmadı deyib özümüzü bloklamamalıyıq, yəni sərbəst buraxmalıyıq. Eyni zamanda afirmasiyalardan istifadə etmək lazımdır. Bu afirmasiyalarda təbii ki, dediyim kimi boşu-boşuna mən uğurlu olacağam, mən bacaracağam kimi şeylər yox. Onları hərəkətə keçirərək reallaşdırmaq lazımdır. Bir də vizyonlaşdırma. Vizyonlaşdırma da bununla əlaqəlidir. Ən çox da özününmü arzundur, yoxsa kənardakıların mı sənə təsir etdiyi arzudur, bunu aydınlaşdırmaq. Vizyonlaşdırma nədir? Biz məsələn hamımız xəyal qururuq da gecə yatanda, gün ərzində və s. gözümüzü yumuruq. Tutalım ki, həyatımıza çəkmək istədiyimiz şeyi düşünürük, düzdür? Bunu vizyonlaşdırırıq. Amma bunu vizyonlaşdıran zaman o bizim həyatımızdakı kimi hiss eləməyimiz lazımdır ki, həqiqətən də onun enerjisinə, frekansına keçək. Yəni sabah misal üçün tutalım ki, sizin üçün bir vacib görüş var. O vacib görüşün sizin üçün yaxşı keçməyini istəyirsiniz. O vacib görüşü fikirləşəndə orada necə həyəcanlısınızsa, necə xoş, sevinclisizsə, həqiqətən də indi onu yaşayırmış kimi düşünmək lazımdır. Və eyni zamanda icazə vermək lazımdır ki, özünə bunları ayrışdırasan ki, bu həqiqətən sənin arzundurmu, yoxsa ətraf mühitin sənə təsir etdiyidimi? Məsələn, belə deyim də sizə, günümüzdə sosial mediadan hər kəs istifadə edir və 80-90% hər kəs sosial mediada gördüyü həyatın belə şaşalı, gözəl bir həyat olduğunu düşünür, düzdür? Mən bunun müsbətlərini demirəm, amma ola bilər ki, məsələn, biz universitetə girməyimiz belə, məsələn, şəxsən bizim dövrümüzdə bu qədər çox sosial mediadan istifadə yox idi. Məsələn, universitet xəyalımızı bizə valideynlərimiz aşılayırdı. Televizordan görürdük ki, mən həkim olacağam, müəllim olacağam və s. kimsə həyatına toxunacağam. Yəni bunları biz kənardan görürük və bu hisslər, arzular bizdə formalaşır, düzdür? Amma biz hiss eləməliyik ki, bu mənim həqiqətən ki, öz arzumdur, yoxsa mənim valideyniminmi, ətraf mühitinmi, ya sosial mediada gördüyümmü? Bu pis deyil, nəyisə görüb mən də o arzuya çatacağam, mən də o iş yerində işləyəcəm, mən də filan statusda olacağam, filan qədər pul qazana bilərəm, filan işi qura bilərəm kimi şeylər pis deyil. Bu müsbət yönləridir. Amma bir də var ki, reallığı qəbul eləmək və olduğun yerə şükr eləmək, belə izah edeyim. Olduğun yeri qəbullanmaq və olduğun yerdən daha yaxşısına çatmaq üçün addımlar atmaq, hərəkətə keçmək, plan qurmaq, məqsəd yönlü olmaq. Başa düşürsünüz? Bunun ikisini ayrışdırmaq lazımdır. Keçək slaydı zəhmət olmasa. Burada gəlirik plasebo effektinə. Plasebo effekti nədir? Daha çox, məsələn, psixologiyada belə bir şey var ki, tutalım ki, bizim beynimizi, şuuraltımızı allatma metodudur bu. Bunu ən çox istifadə edirlər, məsələn, həkimlər xəstələrə dərman verərkən, tutalım, o köhnələrdə həmişə deyirdilər, misal üçün bir padşah və vəzir əgər hər hansı bir xəstəliyi varsa, ona madən suyu gətirirlər və onu həqiqətən də yaxşılaşdıracağını deyirlər. Halbuki onun heç bir təsiri yoxdur ona. Ancaq o inandığı üçün və o su içdiyi üçün həqiqətən özünü yaxşı hiss eləyir. Yəni yaxşılaşmağa doğru gedir. Məsələn, burada iki fərqli, biri sevinən, biri
üzülən cütlük görürsüz. Çünki birinci sevinən cütlüyə sizə yaxşı bir xəbərimiz var deyirlər. Onlar əvvəlcədən o hissi özlərində hiss eləyirlər və sevinməyə başlayırlar. Amma halbuki onlara verilən xəbər normal orta bir xəbərdir. Yəni nə pis, nə yaxşı, neytral bir xəbərdir. Digər tərəfdə isə onlara pis xəbər veriləcəyini deyirlər və onlar artıq üzülməyə, o hissə keçməyə başlayır. Halbuki onlara verilən xəbər də əksinə pis xəbər deyil. Məsələn, yaxşı xəbərdir ya da neytral bir xəbərdir. Və yaxud da belə deyim də, hətta bunun dərmanların da təsiri bizim həyatımızda çoxdur. Tutalım, məsələn, qırmızı rəngdə, sarı rəngdə olan dərmanlar daha çox uyarıcıdır. Amma mavi rəngdə, yaşıl rəngdə olan dərmanlar daha sakitləşdirici dərmanlardır. Hətta görürsüz, bir dərmanın bahalı olduğunu görəndə, onun bizim həyatımıza bizi yaxşılaşdıracağına daha çox inanırıq. Nəinki ucuz dərmanların. Yəni plasebo effekti də bunu kimidir. Şüuraltını alladırsan və bunu daha çox sözlərlə təsir edirsən. Yəni dedim ki, məsələn, həkimlər belə xəstələrə yaxşı olacağını davamlı motivasiya verərək deyirik. Bax, elə bir şeydir bu. Keçək zəhmət olmasa. Aha. Baxın, burada düşüncə bizim düşünürük və duyğularımıza təsir eləyir. Duyğu, hiss, emosional olaraq sevinirik, həyəcanlanırıq, gülürük, ağlayırıq və s. Bu bizim davranışımıza və seçimimizə təsir eləyir. Yəni həyatımıza hansı duyğunu çəkiriksə, biz davranışda da o davranışı və yaxud da o seçimi eləyirik. Bu da bizim həyat təcrübəmizə gətirir. Həyat təcrübəmizdə ola bilər bizim sağlamlığımıza, ailəmizə, əyləncəmizə, bolluğumuza, sevgimizə. Yəni bunun kökündə nə olur? Düşüncə. Düşüncə bizdə formalaşdırır o duyğunu, hissini. Ona görə birinci özünü dəyişməyə başlayırsansa, düşüncələrini dəyişməlisən. Aha, keçək. Burada Teta-Healing hissəsindən danışmaq istəyirəm. Düzdür, mövzunun bu tamamilə fərqli bir mövzudur. Teta-Healing beyin dalğalarında, yəni teta beyin dalğasında şüuraltımıza təsir edərək həyatımıza yaxşı şeylərin çəkmə bir metodudur və bunu 1994-cü ildə Viana Stable öz üzərində onkoloji bir xəstəliyi varmış. Onu yaxşılaşdıraraq, hətta tamamilə sağaldaraq bu üsulu kəşf eləyib. Keçək, bu da beyin dalğaları ilə əlaqəlidir. Bizim beynimizdə alfa, beta, teta və delta dalğaları var. Hansı ki, baxın, bizim birincisi beta dalğalarımız 14-30 Hz aralığında beyin dalğalarımız var. Özünüz də bilirsiniz ki, məsələn, EKG cihazında elektroensefaloqraf cihazı var ki, beyin dalğalarını ölçür. Hətta orada belə bu beyin dalğaları göstərir o şəkildə. Məsələn, bu beta dalğası bizim aktiv düşünmə, öyrənmə, frekansda olma, problemlərlə baş etmə, aktiv, yəni gündəlik həyatımızda olduğumuz beyin dalğası. Məsələn, mən bu dəqiqə sizinlə danışıramsa, mən beta dalğasındayım, çünki mənim beynim işləyir. Bir tərəfdən danışacağım şeyləri düşünür, bir tərəfdən slayda baxıram, bir tərəfdən fikrim tamamilə, yəni fokusum buradadır. Yəni aktiv hərəkət edirəmsə, idman edirəmsə, işə gedirəmsə, danışıramsa, bunların hər birini beta beyin dalğasında eləyirəm. Alfa beyin dalğası isə daha çox 7-14 Hz aralığında olan dalğadır. Bu dalğa daha çox yüksək fərqindəlikdə olduğumuz, yuxudan qalxdığımız və yuxuya getdiyimiz andır. Və bu zaman belə deyim də huzur anında olan, təhlükəni hiss eləmədiyimiz bir andayıq. Hətta nəfəs texnikaları, meditasiyaları, yoqaları bu alfa beyin dalğasında eləməyimiz daha yaxşıdır. Yəni sakitləşdiyimiz andır da. Məsələn, ola bilər ki, hansısa bir yaxınımızla söhbət eləyirik, o sizi sakitləşdirir, evdə valideynlərinizlə, dostlarınızla keçirdiyiniz söhbətlərdə sakitsiz, huzurlusuz və yəni o an alfa beyin dalğasında olduğumuz haldır. Teta beyin dalğası isə daha çox 4-8 Hz aralığında olduğumuz dalğadır və bu zaman zehinsel şuurun çox azaldığı, yuxu və oyanıqlığın arasında olan yəni çizgidir. Belə deyim də, siz yuxuya keçirsiniz, amma o beyin dalğamız şuuraltımıza təsir edir. Məsələn, o deyirlər, meditasiyaya qulaq asın, afirmasiyalara qulaq asın yatdığınız vaxtlarda. Hətta mən onu bir filmdə də görmüşdüm. Yəni, belə deyim də, elmi sübutu tam olaraq açıqlanmasa belə, məsələn, bilmirəm, baxırsınızmı, mən Təşkilat filmində görmüşdüm. Orada beyinə ötürürlər. Yəni, necə izah edeyim sizə? Bir operasyon qururlar. Türklərin tutam ki, nəyisə bir yaxalamaq üçün də onların bir mafiyanımı nəsə tutmaq üçün. Bunlar məsələn axşamdan yatdıqları vaxtda telefona mesaj göndərirlər. Sırf tutan ki, nəyisə almaq üçün ki, getsin onu alsın, ora nəsə cihaz yerləşdirsinlər, dinləmə cihazı və s. kimi. Sırf yatdığı anda saat 11-12 aralığında göndərirlər ki, o mesaja baxır. Sən elə bilirsən ki, sənə gələn o mesajlar, axşam baxdığımız sosial mediada gəzindiyimiz heç bir şey bizim şuuraltımıza təsir etmir, aslında təsir edir. Yəni sənin gözücü baxdığın bir mesaj
belə şuur altında səhərsi gün həqiqətən də beynində formalaşır və ya fırlanır ki, məsələn, sən gedib o əşyanı ala bilərsən. Sonra gəldik delta beyin dalğasına 0 Hz aralığıdır. Bu zaman artıq beyin tamamilə sakitdir. Yuxu halıdır, məsuliyyətin, eqonun beynimizi tərk etdiyi haldır. Keçək bunda zəhmət olmasa. Burada beyin dalğalarını da göstərib. Beyin dalğalarımız necə olur? Beta, alfa, teta, delta dalğalarında. Bunu da keçək zəhmət olmasa. Aha, şuuraltımızdakı qeydlər hansı səviyyələrdə mövcuddur? Baxın, bizim şuuraltımızdakı 4 səviyyə var. Hansı ki, bu öz inanc, genetik, keçmiş yaşam və ruhsal səviyyədir. Məsələn, öz inanc səviyyəsi nədir? Öz inanc səviyyəsi odur ki, sənin bu yaşantında, bu gün qazandığın şuuraltında olan mənfi kodlardır. Məsələn, bu gün kimlənsə dalaşmısansa, bu gün mənfi neqativ hadisə yaşamısansa, şuuraltın həmişə o insanla görüşəndə və yaxud da o hadisəyə oxşar bir hadisə yaşayanda avtomatik özünü bloklayır və yaxud da özünü pis hiss eləyir, qorxursan, həyəcanlanırsan, nə bilim, əlin, ayağın titrəyir və s. Yəni öz inanc bu həyatımızda, bu yaşamda qazandığımız bir şeydir. Genetik səviyyə nədir? Genetik səviyyə isə o deməkdir ki, sən genetik olaraq inanırsan ki, səndə olan bu qorxu, bu həyəcan, bu təşviş, anksiyete və s. fərqi yoxdur. Bu sənə genetik atalarından qalan bir şeydir. Tutalım ki, sən 7 nəsil və s. ata, nənən, nənənin nənəsi, babası və s. tutalım ki, belə aqressiv insandırsa, həyəcanlı insandırsa, nə bilim, hər şeyə tez reaksiya verən bir insandırsa, səndə avtomatik bu şeylər varsa və yaxud da davamlı olaraq bu şeyləri həyatına çəkirsənsə, deyirsən ki, bu mənim 100% genetik genlərimdən gələn bir şeydir də, yəni genetik kodlarımda olan bir şeydir və o şuur altındakı o şeyləri, yəni bunun fərqində olmaq belə bunu dəyişdirməyin ən başlıca səbəblərindən biridir. Yəni bunu sizə deyim ilk öncə. Keçmiş yaşam nədir? Və keçmiş yaşamda odur ki, məsələn, dünən bizim keçmişimizdir. Fərqi yoxdur, 5 il bundan qabaq, 2 il bundan qabaq, hətta dünən yaşadığınız bir hadisə belə olsa, bu da avtomatik sizin bugün, dünənki yaşadığınız bir hadisə, gələcəkdə yaşadığınız hər hansı bir hadisəyə artıq neqativ bir şey qazandırır. Dediyim kimi, keçmişdə yaşamısınızsa qorxunu yenə də həyatınıza təsir edir. Ruhsal səviyyə isə artıq ruhun gələcəkdə nəyisə qazana biləcəyinin qorxusudur. Məsələn, avtomatik bir insan ailə həyatında atasının, anasının davamlı bir davasına şahid olursa, davamlı ətraf mühitindəki heç bir münasibətlərinin yaxşı gedəcəyinə şahid olmursa, tutam ki, dostluq qurur, nə bilim, bir sevgi həyatında davamlı münasibətləri korlanırsa, başlayır avtomatik deməyə ki, bu məndə alınmır. Ya atam, ya anamın münasibəti kimi həyatıma bir insan çəkəcəm, ya nə bilim, onlar kimi dava-dalaşlı olacaq həyatım, gələcəkdə nəyəsə inanmayacam, məndə alınmayacaq və s. Yəni, bu da ruhsal səviyyədə gələcəkdə nəyəsə qazana bilməyəcəyimizə inanmamağımızdan irəli gəlir. Keçək slaydı zəhmət olmasa. Detailing seansında belə bir əzələ testi var. Seansda biz bunu eləyirik. Yəni, belə deyim də sizə, əgər özünüz eləyə bilmirsinizsə, bunu professionaldan yardım alanda və ya bu seanslara gələndə avtomatik sizi limitləyən inancı və yaxud da köhnədən qalan sizin həyatınızda nəyisə təsiri olan bir şeyləri tapmaq üçün, yəni kökünü tapmaq üçün birinci əzələ seansı eləyirik. Yəni, detailing seansını eləyən insan sonra sizlə danışır, bunun səbəbini öyrənir, keçmişdə yaşadığınız şeylər varsa onlara qayıdır, onlara yəni nə üçün, bunun səbəbi nədir, onları tapır. Bu əzələ testi necədir? Yəni siz bədəninizi rahat şəkildə saxlayırsınız. Bu düzdür, 80-90% insanlarda bu mənfi kodların hamısı var. Bu qorxulası bir şey deyil. Sadəcə bunu tapıb fərqində olub dəyişdirmək lazımdır. Üzərində işləmək lazımdır. Məsələn, biz rahat olduğumuz bir yerdə ayaq üstə dururuq, bədənimiz tamam sakitdir. Düz vəziyyətdə qamətimizi düz saxlayırıq və tutalım ki, mən yetərsizəm kodu var. Heç bir şeyə bir anasızsa heç bir şeyə yetmədiyinizi düşünürsünüzsə, yaxud da mən uğursuzam, mən bacara bilməyəcəm kimi kodları yoxlaya bilərsiniz və onu davamlı gözünüzü yumub, bədəninizi boş saxlayıb, davamlı olaraq özünüzə desəz ki, məsələn, mən yetərsizəm, sualını verdikcə siz önə əyilirsinizsə, az da olsa, bu o deməkdir ki, sizdə bu kod var artıq və yaxud da bunu əllərimizi baş barmağımızla birinci barmağımızı sıxaraq bu sözü deyirik. Tam özünüzü belə sıxmağa da ehtiyac yoxdur. Yəni bu barmaqlarımızı acıtmağa ehtiyac yoxdur. Normal şəkildə sıxa bilərik, o sözü deyə bilərik və kimdənsə kömək ala bilərik. Yanınızda kimsə varsa hətta eləyə bilərsiniz. Yəni kimsə bunu barmağınızı aça bilirsə əzələ testində, məsələn, mən yetərsizəm. Deməli, bu kod sizdə yoxdur. Yəni, açılırsa, deməli, var, mən yetərsizəm. Yəni, bunu rahatlıqla aça bilirsə, deməli, o kod var sizdə. Əzələ testində belə yoxlamaq olar. Bir tək slaydı zəhmət olmasa, əgər nəyisə tez-tez danışıramsa,
yenidən sual verə bilərsiniz. Slayddakı mümkün olduqca mən indi çata baxa bilmirəm. Slaydı yəqin ki atacağam sizə, narahat olmayın. Nahə xanıma da deyəcəm, atacaq. Hə, gələk indi numerologiya olan hissəsinə təlimimizin. Numerologiya da geniş bir elmdir. Artıq eramızdan əvvəl hətta Pifaqor bu rəqəmləri yaradanda rəqəmlərin həyatımıza təsirini demişdi. Kainatda heç bir şey təsadüf deyil idi. Hər şey rəqəmlərdən ibarət idi və s. Təbii ki, bu inananlar üçün belədir. Və hər bir rəqəm həyatımızda və yaxud da doğum tariximizdə gizlidir və bunun bizə mesajı da deyə bilərik. Bu da necədir? İndi mən sizə bunu hesablamağı da öyrədim. Bu kiçik bir hissədir də. Yəni dediyim kimi numerologiya analizində doğum tarixinin ayrı analizi var, ad soyadımızın belə ayrı analizi var. Hətta doğum günümüzün belə ayrı analizi var. Amma zəhmət olmasa hər kəsin yanında qələm və vərəq varsa, öz doğum tarixini yazmağını istəyirəm. Məsələn, tutalım ki 15/02/2005. Düzdür? Yəni kiminsə doğum tarixidir də bu. 05/1 doğum tarixlərinizin hamısının rəqəmlərini toplayın, zəhmət olmasa. 1, 5 məsələn 6, 0-dan 2, 2, 2005 isə 2 ilə 5 rəqəmini toplayırsınız 7. Məsələn, neçə eləyir? 9, 7, 16. Bunu da sadələşdiririk, edirik 7. Yəqin ki, hər kəs hesablaya bildi. Bəli. Aha. Bunu öz doğum, məsələn, mənim öz doğum tarixim 5-dir. 14-yəm mən. Doğum tariximin gün, ay, il olaraq da 5-dir məndə. İstəsəz doğum tarixinizdə sadəcə gün olaraq hesablaya bilərsiniz. Bunun sizin həyatınıza təsiri. Bu sadəcə yenə deyirəm, belə deyim də, maraq üçün eləyə bilərsiniz bunu doğum tarixinizi, məsələn, gün olaraq. Amma belə gün, ay, il olaraq hesablamaq istəyirsinizsə, bizə əsas aid olan hissə düşünürəm ki, odur. Çünki ad soyadımızda da fərqli rəqəm çıxır. Gündə də fərqli rəqəm çıxır. Üçünün də fərqli rəqəmi toplamı çıxır. Hesapladıqsa indi məsələn 1 olanlar. Kimdəsə 1 çıxdısa, bu ay, gün, ilin toplamında. 1 olan insanlar necə insanlardır? 10-dursa sadələşdiririk, Anar bəy 1 edir. 20-dirsə məsələn sadələşdiririk. Toplamı 96 edirsə, cəmi 15 edir, sadələşdiririk 6 eləyir. Bəli, tək rəqəmə qədər düşməlidir. 1-dən 9-a qədər. Aha. Məsələn, 1 yazanlar kişisel doğum rəqəmlərimizdə 1 nə deməkdir? Yəni daha çox 1 rəqəminə aid olanlar kimlərdir? Bunlar daha çox diqqətləri üzərinə çəkmək istəyən insanlardır. Bir özü lider olan insandır. Hər zaman da təkdir, birinci rəqəmdir. Bu insanlar liderliyi xoşlayırlar, kimisə təqlid etməzlər. Öz işlərinin müdiri olmaq istəyirlər, öz işini sıfırdan qurmaq istəyirlər və etdikləri işdə də uğurlu olurlar. Eyni zamanda pozitiv yönləri lider, azad, yaradıcı, cəsarətli, özgüvənli və negativ yönləri isə tənbəl, dəyişkən, sabit fikirli və özünü bəyənən insanlar olurlar. Təbii ki, bu negativ hər kəsdə eyni olmaya bilər və yaxud da pozitivlər də eyni olmaya bilər. Hər kəsə fərdidir, xarakterikdir. Yəni belə deyim də özünüzü tapa bilirsiniz. Bu biraz bürclərlə də əlaqəlidir. Ona görə də mən şəxsən öz doğum tarixim mənə uyur. Mənim ən sevdiyim rəqəm 7-dir. Amma mənim doğum tarixim 7-ni oxuyanda daha çox mən öz doğum tarixim 5 olan rəqəmə özümü uyğunlaşdırıram. Müəllimə, məndə 14 çıxdı. Neçə olur indi o? 5. 1 ilə 4-ü toplayırsınız, 5 olur. O 5 haqqında məlumat verə bilərsiniz? Hə, verəcəm. Slaydı keçdikcə hamısı haqqında məlumat var. Hə, slaydı keçək. Zəhmət olmasa. Aha, əgər 2 rəqəmi çıxdısa, 2 rəqəmi olan insanlar qrup içində birlik, bərabərlik istəyən insanlardır. 1 mən deyir, 2 sən deyir. Yəni 1 daha çox lider olan, hər zaman egosuna yenilən insanlar olsa da bəzən, yəni bir işi görmək istəyəndə həmişə idarə edici olurlarsa, 2-lər daha çox fədakar və sən deyən insanlar olur. Çalışqandırlar, tez adaptasiya olanlardılar, düşüncəlidirlər, açıq sözlüdürlər. Bunlarda belə deyim də, hər dəfə də mən demirlər. İki şeyin arasını tapırlar və qarşı tərəfdə razı salmağa çalışırlar. Su elementi olduğu üçün həssasdırlar. Sezgiləri, intuisiyaları, 6-cı hissləri çox güclüdür və musiqi ilə rahatlanırlar. Pozitiv tərəfləri sevgi doludular və başqalarına dəyər verən uyumlu insanlardır. Amma negativində isə qərarsız və qorxaq, hətta bəzən diqqətsiz də insanlar ola bilərlər. Keçək zəhmət olmasa.
Aha, 3 rəqəmi. 3 rəqəmi çıxdısa sizdə, 3 rəqəminə aid olan insanlar daha çox ətrafında gözəllik istəyən, xoşbəxtlik istəyən, bacarıqlarını paylaşmaq istəyən insanlardır və populyarlıq bunlar üçün məşhurluq çox önəmlidir. Əylənməyi sevən, uşaq ruhlu insanlardır. İnandırmaq qabiliyyətləri çox yüksəkdir. Mərd və açıq sözlüdürlər. Gələcəyi çox düşündükləri üçün anı yaşaya bilməmə problemləri də ola bilər. Pozitiv tərəfdə əl bacarığı olan, güclü xəyal gücü olan mərd insanlardır. Amma neqativlərində isə inadcı, kibirli və bəzən də tənqidçi ola bilərlər. Keçək Zəhmət olmasın. Hə, elə bilirəm, mən keçirəm. 4 rəqəmi çıxan insanlar isə fədakarlıqdan qaçmayan, güvənilir, adət-ənənələrə bağlı, çox da yenilikçi olmayan, sabit və ciddi fikirli insanlardılar. Eyni zamanda səbirli, əzmkar, istədiyini əldə edənə qədər əl çəkməyən, dayanıqlı insanlardır və hər mövzuda biliyə sahib olan kişilərdir. Pozitivdirlər, sədaqətli, güvən verən, olğun insanlardır, amma neqativində isə qaba, xəsis və sərt sözlü ola bilərlər. Keçək zəhmət olmasın. Aha, 5. Mənim olduğum. Yeniliklərə açıq, kəşfçi, səyahət etməyi sevən, spor edən, idmandan xoşlanan insanlardır. Xarici dillərə marağı çoxdur. Detaldan, rutindən xoşlanmazlar. Yeni yerlər, yeni insanlar tanımaqdan xoşlanarlar. Məsələn, burada yazıb, məsələn, detaldan xoşlanmaz, amma mən hər şeyi kiçik bir şeylərə də fikir verirəm. Məsələn, o şeyi bəzən özümdə uyğunlaşdırıram, bəzən uyğunlaşdırmıram. Çünki rutindən xoşlanmıram, düzdür. Hər gün eyni şey monoton olsun sevmirəm. Amma çox detallara fikir verən insanam, özümdə də, ətraf mühitdə də. Başqa yeməklər və başqa mədəniyyətləri araşdırmaqdan xoşlanarlar, bilgilidirlər və bunu paylaşmağı unutmazlar. Pozitivdə inkişafa meyilli, hər mövzuda bacarıqlı, adaptasiya oluna bilən insanlardılar. Neqativdə isə başladığı işi yarıda buraxa bilən tutarsız insanlar ola bilərlər. Bu məndə də var. Çox təəssüf ki, nəsə başlayan, amma disiplinli olsam axıra qədər gedirəm. Zəhmət olmasa çevirək. Aha. 6 rəqəmi kök salmaq və məsuliyyət istəyən insanlardır. Yaxşı qoruyucudurlar. O insanların yanında yaxınlarından haqsız danışa bilməzsiniz. Bu da çox yaxşı bir xüsusiyyətdir məncə. Çox duyğusal deyillər, qatı fikirləri və sərhədləri var. Digər fikirlərə qarşı nazikdirlər, yəni qaranticidirlər, əlində tutmağı sevirlər. O deyir, mənimdirsə mənim olmalıdır. Bir şey əşli olsun, bir iş olsun, onun arxasınca gedirlərsə axıra qədər gedən insanlardır. Dünyanın mərkəzi ailəsi və sevdikləridir. Minnətdən xoşlanar, yardım etməkdən xoşlanar. Pozitivdə qoruyucu, vicdanlı, çözümə odaqlı, fərqindəliyi yüksək insanlardır. Amma neqativdə isə mən bilərəm, mən edərəm havası, egosu və idarə edə bilməmək və aşırı kontrolcu insanlar ola bilərlər. 6 rəqəminə aid olan insanlar. Keçək zəhmət olmasın. Aha, 7 rəqəmi. 7 rəqəminin xəyalı qüsursuzluqdur. Huzurlu bir yaşam istəyən insanlardır. Məsələn, tarixi, antikayı sevərlər, xatirələrə, əşyalara önəm verərlər, araşdırmacıdırlar. Davamlı olmasa da tək qalmaq istəyə bilərlər, duyğusaldırlar. Heç kimin sözünü dinləməz, dinləsə də axırda öz bildiyini eləyər və pozitivdə olanda güvənilir insanlardır, maraqlıdırlar, qərarları var və idealist insanlardılar. Amma neqativdə isə soyuq, intiqamcı və kontrolcu ola bilərlər. Səkkiz rəqəminə aid olanlar isə məsuliyyət sahibidirlər, əlindəkinin qədrini bilsələr də bəzən onu itirməkdən qorxarlar. Zirvəyə xəyal edən insanlardır, amma bunu ətraf mühitə bəyan etmədən edərlər. Bolluq bərəkət rəqəmidir. Bu insanlar mənim ətrafımda da var, 8 rəqəminə aid olan insanlar. Həqiqətən bilmirəm niyə elədir. Ola bilər insan xarakterindən də asılı olsun, amma o insanlar bilmirəm, bolluğu, bərəkəti daha çox çəkirlər. Ola bilər siz 8, siz düşünürsünüz ki, pulla bağlı çox düşüncələriniz olur. Məsələn, pul yığa bilmirsiniz, pul yığırsınız, əlinizdən çıxır. Amma 8 rəqəminə aid olan insanlardan dönüb dolaşırlar. Hər zamanda işləri ona uğurlu gətirir və daha çox pul qazandırır gördükləri iş. Pozitivdə olmazsa enerjisi tez düşər. Pozitivdə çalışqan, sevəcən, ağıllı, soyuqqanlıdırlar. Neqativdə isə hesabcı, sabit fikirli, təlaşlıdırlar. 9 rəqəminə aid olan insanlar son dərəcə uşaqsı, məsum insanlardır.
ruh halına görə davranış sərgiləyərlər, iç səslərini dinləməsələr, həyat onlara həmişə zor olacaq, ilgisi dağılsa belə bütün diqqəti dağılar, digər rəqəmlərin ruh halına və enerjilərinə tez bürünə bilərlər. Yəni 9 rəqəmi belə izah eləyim də sizə. 1-dən 8-ə qədər bütün rəqəmlərin enerjisinə tez bürünə bilir. Yəni onlarda olan hər hansı bir xüsusiyyət varsa, 9 rəqəminə aidsə, onu özünüzdə görə bilərsiniz. Xəyal dünyasında yaşayanlar daha çox uşaq ruhlu insanlardır. Pozitivdə məsum, saf, dürüst, sözü açıq, neqativdə isə ağlı havada, xəyal dünyası ilə gerçəyi ayırd edə bilməyən insanlardılar. Keçək bundan sonra. Deməli, əslində çox geniş mövzudur bu. Sadəcə sizi yormamaq adına da slaydı bu qədər qısa tutdum. Çünki həm şuuraltı idi, həm numerologiya idi. Yəni numerologiyanın əslində çox danışmaq olar. Rəqəmlərin sirləri çoxdur, rəqəmlərin mənaları çoxdur, ayrı-ayrılıqda ad, soyad analizi çoxdur, doğum tarixi analizi çoxdur, amma slaydımızı və təlimimizi burada yekunlaşdırırıq. Amma son olaraq onu demək istəyirəm ki, xoşbəxtlik arxasınca qaçaraq çatacağımız bir hədəf deyil, sizin yaradacağınız bir ruh haldır. Bu sözü çox xoşduram və həyatımda hər zaman da tətbiq eləyirəm. Ümidvaram ki, bu təlim də sizlər üçün xoş oldu. Mənim üçün bu rəhbərlikdə, bu mərkəzdə də təlim keçmək xoş idi. Sizləri tanımaq da xoş idi. Düzdür, çoxunuz danışmasaz da. Ümidvaram ki, sizin üçün xoş bir vaxt keçirdik. Nəsə demək istəyirsinizsə, nəsə paylaşmaq istəyirsinizsə, mənim üçün də xoş olar. Sağ olun müəllimə, çox sağ olun. Allah razı olsun. Çox sağ olun, minnətdaram. Çox gözəl bir təlim oldu, Təhnə müəllim. İlk öncə salamlayıram sizi. Çox xoş oldu həqiqətən. Həm danışığınız müsbət enerji ötürür, sizin danışığınız hər zaman mənə. Yəni müsbət enerji ötürdünüz. Siz də bizim belə ünsiyyətimiz olub, ancaq sizdən bunu dinləmək, yəni çox xoş oldu mənim üçün. Çox xoş idi. Təşəkkür edirəm. Çox sağ olun. Lalə müəllimə ilə də həqiqətən həmkarıq. Onunla söhbət eləmək də mənim üçün xoş idi. Sizi bu təlimdə görmək də çox xoş idi. Çox sağ olun. Bu arada ilk vurğuladınız, danışa bilmədim orada. Məhz şagirdlərə dediniz ki, ibtidai sinifdən başlanır. Bu həqiqətən elədir. Müəllim şagirdi ruhlandırırsa, həmin şagird həqiqətən də gələcəkdə çox bacarıqlı şagird olur. Bütün belə deyim də uğur əldə eləyir. Uğura doğru yönəlir. Özgüvənli olur. Ailədən görürsən ki, şagirdlər gəlir ki, məhz evdə deyirlər ki, məsələn, qiymət alır məndən, mən 5 yazıram. Aparır evə, gəlib ki, keçən dəfə şagird, bəs müəllimə, atama dedim, atam dedi ki, sən necə 5 almısan, yəni ala bilməzsən mənasında da, yəni özgüvənini qırır şagirdin. Bəs dedim ki, sən necə dedin, dedimmi ki, bəs mən çalışsam alaram. Çalışıram ki, bu 5-i alıram da, yəni özgüvən vermək, belə deyim. Yəni bu həqiqətən həm ailədən gəlir, həm müəllimdən asılıdır. Məsələn, ola bilər ki, ailədə həmin şagirdimdə bir tərəfdən dəstək az olur o yöndə. Ancaq mən bacardığım qədər öz dəstəyimi göstərirəm və görürəm ki, hətta tək mənim fənnimdə, keçdiyim fəndə yox, digər fənlərə də bu təsir edir. Düzdür, çox qəşəng. Valideyn, şagird, müəllim münasibəti var. O üçlü münasibəti həqiqətən qoruyub saxlamaq lazımdır. Bir müəllim olaraq da, düzdür, mən bir fən müəllimiyəm, amma dediyim kimi ibtidai müəllim onun motivasiya versə, onu ruhlandırsa, artıq o ibtidaidən çıxdıqdan sonra da digər müəllimlər onun davamını gətirəndə o şagird də gələcəkdə uğurlu olur. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Müəllimə, keçdiyiniz seminar çox gözəl bir seminar idi. Ona görə təşəkkür edirəm. Mən də belə düşünürəm ki, şagird, özüm də müəllim işləyirəm. Yəni şagirdləri ruhlandırmaq üçün əvvəlcə onlara qiymətlər yaxşı şəkildə yazılmalıdır ki, bu daha da həvəsə gəlsin də, belə deyək. Daha da ruhlansın ki, demişik amma şagird. Onların qiyməti yaxşı şəkildə yazılmalıdır ki, belə düşünürəm. Ona görə də onlar ruhlanmalıdır. Yəni düşüncə tərzim budur mənim. Düz deyirsiniz. Minnətdaram fikirləriniz üçün, Anar bəy. Sağ olun. Çox sağ olun. Başqa fikirlər olan var? Kimsə səsi açıb demək istəyirsə, deyə bilər. İlahə xanım, siz nəsə demək istəyirsiniz? Təlim çox maraqlı idi və eyni zamanda mən də öz slayda baxdıqca öz rəqəmimi gördüm və oxudum, gördüm ki, həqiqətən rəqəmlər yəni bizim həyatımıza çox təsir edir. Düzdür. Çox sağ olun. Mən də sizinlə bir yerdə bu təlimi keçməkdən çox məmnun oldum. İnşallah ki, sizin üçün də darıxdırıcı olmayan, maraqlı olan bir təlimi həyata keçirdik. Sağ olun. Əgər sözünüzdə yoxdursa... İnşallah onların təlimləri sizdən tez-tez gözləyirik. Çünki çox gözəl, maraqlı şəkildə bir təlim oldu.
Çox sağ olun Anar bəy. Mövzuyla bağlı hər hansı bir kitabları dedikdə mən bunları aldığım təlimlərdən ümumiləşdirmişəm. Hər hansı bir belə deyim kitab deyəndə məsələn rezonans qanununu oxuya bilərsiniz. Şuraltı ilə bağlı, kainatla bağlı çox qəşəng kitabdır. Numerologiyanın adicə numerologiya adında bir kitabı var, türk dilindədir o. O da yaxşıdır. Amma belə dediyim kimi məndə təlimlərin PDF-i var. Hər birini türk təlimçilərdən və ya Azərbaycanlı təlimçilərdən aldığım təlim eğitim kitabları var. Onlardan aldığım PDF-lər sayəsində yığmışam. 2021-ci ildən demək olar ki, bu təlimləri alıram. Dediyiniz rəqəmlər yalnız doğulduğu günə aiddir. Yox, gün, ay, il olaraq toplamındadır, amma istəsəz sırf gününüzü də mən dedim məsələn məndə 14-dür, 5 rəqəmidir. 5-ə ayrı baxa bilərsiniz. Gün, ay, il toplamına ayrı baxa bilərsiniz. Məsələn, gün ola bilər gününüz 5-dir, amma üçünün toplamı 7-dir. İkisinə də baxa bilərsiniz ki, həqiqətən sizdə hansılar var, amma ən çox üçünün toplamına aiddir bu rəqəmlər. Müəllimə bir də sual vermişdim Murphy qanunu haqqında. Gələn olduğunu düşündüm. Plasebo effekti ilə aiddir. Bəli, psixologiya ilə aiddir təbii ki. Yəni nəyi düşünürüksə biz həmin o şeyin məsələn hadisənin baş vermə ehtimalı da böyükdür. Məsəl üçün Yox, bir baxın. misal götürək. Aha, deyəcəm. Astanovkada siqareti yandırıb çəkərkən avtobusun gəlməyi. Aha, bu bilirsiniz nədir? O ən çox da dediyiniz şey, o Murphy qanunu Sir kitabında var idi. Bir də Sir filminə. Yəqin ki, baxmısınız da o filmə. O film də psixologiyanın, bəli, o film də psixologiya ilə daha çoxdur. Çünki mən onu daha çox plasebo effekti ilə niyə görə dedim? Çünki o belə bir şeydir ki, yəni qayıdıb sual verərsiniz ki, yəni mənim düşündüyüm bəs hər yaxşı şey niyə olmur? Mən onu slaydın əvvəlində də dedim. Çünki biz yaşayışımızdan, həyata gəlməyimizdən neqativ kodlarla gələn canlılarıq. Biz həyatda qalmaq üçün belə çaba göstərən bir insanıq da. Ona görə bizim şuuraltımızda daha çox qorxularla, genetik kodlarımızda var o qorxu. Ona görə mən davamlı tutalım ki, ola bilər, hə, mən düşünürəmsə ki, Astanovkada mənə park yeri açılacaq. Siz bunu davamlı özünüzə vərdiş halına çevirmisinizsə, təbii ki, alınacaq. Yoxsa alınmırsa, amma mən davamlı edirəm, niyə alınmır? Deməli, orada yenə də şuuraltını bloklayan, limitləyən inanclar var ki, siz düşündüyünüzü həyatınıza çəkə bilmirsiniz və yaxud da mənfi düşündüyünüzü daha tez çəkirsiniz, nəinki müsbət düşündüyünüzü. Amma dediyim kimi elə bir yəni düz olmağı sizin vərdiş halına çevirməyinizdən asılıdır. Mən davamlı şansa inanan bir insanamsa və o şansın mənə gətirdiyi kiçik şeyləri görürəmsə, deməli o daha çox çoxalacaq ki, mən də həyatıma cəlb etmişəm. Məsələn, davamlı bir tutan bir görüşməyə gedirəmsə və yaxud da bir imtahana gedirəmsə, ən çox da mən imtahanlarla bağlı bunu eləyirəm. Onun yaxşı keçəcəyini təbii ki, hamımız əvvəlcədən düşünürük. Yaxşı keçəcəyini inanıramsa, yaxşı deməli çalışmışamsa da və hərəkətə keçmişəmsə də, mənim qabiliyyətim də varsa da ki, deməli o yaxşı olacaq axırda. Onu mən o neqativlə daha çox əlaqələndirdiyim üçün ona görə tam açıqlama vermədim. Plasebonu daha çox psixologiya ilə əlaqələndirirəm. Belə deyim. Başqa kiminsə sualı var? Çatır indi baxıram. Biz nə etsək də plasebo inamla, yox, məncə morfiya daha çox inamla əlaqəlidir ona görə. Plasebo da inamla əlaqəlidir, amma plasebonu kimsə sizə deyir də. Yəni plasebo kənardan gələn effektdir. Amma morfiyəni özünüzdə yaratmalısınız. Davamlı özündə pozitiv şey düşünməlisən. Amma plasebo məsələn sən davamlı düşünsən ki, mən belə izah edeyim, imtahana girəcəm pis olacaq, amma sənin yanında həmişə səni motivasiya edən bir insan varsa ki, sən oxumusan yaxşı olacaq və yaxud da sözlərlə sən motivasiya edirsə, o da plasebo effektinə aiddir. Biz nə etsək də beynimizdə neqativ düşünən hissə var, onu aradan qaldırmaq olmur. Məsələn, nə etsək də deyəndə davamlı olaraq eyni şeyi düşünürsüz, yoxsa necə? İstəsəz səsi açıb deyə bilərsiniz. Psixoloji filmlər, məsələn, Sir filminə baxa bilərsiniz. Mən psixoloji daha çox kitablar oxumağı məsləhət görürəm. Sir filminin kitabını da oxumuşam, filminə də baxmışam. Başqa nəsə sualınız, səs açmaq istəyən yoxdursa, istəyirsiniz yekunlaşdıraq. Oldu onda, gecəniz xeyrə qalsın. Hə, Anar bəy yazdı, baxın. Yəni, mən də skrin alıyorum təlimdən. Oldu, sağ olun, gecəniz xeyrə qalsın.
Sağ olun, xeyrə qarşı. Xeyrə. Sağ olun.